Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağa Bilgah yolunda, həm də ki Albalı tərəfə də düşür. 30 sot torpaq sahəsinin üzərində bağ evi. İzləyicilərimizin əksəriyyəti həmişə köhnə bağlarla maraqlanırlar, köhnə bağlarla da köhnə bağlardan tap bizim üçün. Hal-hazırda, yəni siz istəyəndir, 30 sotdur, paket qupçadır. Evin də çıxarışı var, torpağın da çıxarışı var. 2 otaq, 1 mətbəxdən ibarətdir. İnşallah da təqdim edəcək sizlərə. Həyətdə də demək olar ki, çoxsu üzr istəyirəm sizə, meynə ağacıdır, əncil ağaclardır. Sadəcə olaraq səliqəyə salınmalıdır. Və bunu göstər, o köhnə bağlarda həmişə olurdu. Köhnə kərhözlər. Balaca bir kərhöz. Evin qabaq hissəsini də göstərəcək sizlərə. Evin bu hissəsini göstər. Arxa hissəsini və keçək qabaq hissəsini sizlərə təqdim edək. Sadəcə olaraq da qeyd etdiyim kimi səliqəyə salmaq lazımdır. Qiymət 143.000 manatdır. 30 həm də yaşayış olmadığına görə. Əhtiyacsız bir yaşayış olmadığına görə. Yox, yəqin ki o təmizlik, təmizlik səliqəyə salınmalıdır, o öz yerindədir. Və qiymət 30 sot torpaqdır və 2 otaq bir mətbəx, paket qupça qiymət 143.000 manatdır. Reallıq olası yəqin ki endirim olunacaq. Və gəl qardaşım qabağa. Bu sanjel hissəsidir. Sanjel hissəsini göstərək sizlərə. Qeyd etdiyimiz kimi səliqəyə salın. Və qardaşım gəl ev hissəsini təqdim edək. Böyük bir ərazidir. O hissədən göstər. Və gördüyümüz kimi qeyd etdiyim kimi bütün belə meynəlik və əncil ağacı var. Yəni ağacları var. Evin hissəsini göstərək, gəl qabağa ev hissəsini göstərək. Burada fikir verin, giriş üçün maşını saxlamaq üçün. Rahat bir şəkildə bir 2 dənə maşını və namesli fikir verin. Talvar nəzərdə tutulub da. Bu evin qabaq hissəsini də göstər. Otaqlar da normaldır, sadəcə o səliqəyə salmaq lazımdır. Müəyyən səbəblərə sizlərə göstərə bilmirik. Və tam gördüyümüz kimi, bax o axıra qədər 30 sotun içində ev hissəsini göstər qardaşım.